Salam, mən Leyla. Salam, mən Vüqar. QA sahəsində 6 ildən çox təcrübəyə sahibəm və hal-hazırda Anderson Lab şirkətində QA kimi fəaliyyət göstərirəm. Mən isə artıq 4 ildən çoxdur ki, bu sahədəyəm və hal-hazırda bir ekosistemdə fəaliyyət göstərirəm. Bugünkü mövzumuz QA xarici bazarda Aha. və QA yerli bazarda. O zaman mövzunu siz dediniz, birinci də elə sizin davam eləyək. İlk növbədə mən istəyirəm danışam ki, xarici bazarda necə iş tapmaq, xarici bazarda QA olaraq necə fəaliyyət göstərmək, bunun üçün nə lazımdır? Yəni bunun haqqında daha detallı danışmaq. Mən bilən siz xaricdə relocation almışdınız, getmişdiniz, yoxsa odur? Bəli, mən ümumiyyətcə 6 ilin təcrübəsində məncə 2 ilin Azərbaycanda çalışmışam. Belə mən daha çox xarici şirkətlərlə çalışmışam. Xarici bazar deyəndə ki, ilk növbədə SNQ ölkələrin bazarı və Avropa ölkələrin bazarında və bir dənə Birləşmiş Ərəb Əmirlikləri ilə Səhv eləmirəmsə. Bəli, səhv eləmirəmsə belədir. Orada bir layihə ilə çalışmışam. Xarici bazarda çalışmaq məncə Azərbaycan bazarından nisbətən asandır. Səbəbi odur ki, müəyyən bir pozisiya sənə işə götürürlərsə, sənin müəyyən bir öhdəliklərin var. Ondan kənara çıxmır öhdəliklərin. Bir pozisiya və ondan kənara atılsın. Misal üçün, yəni çox vaxtdır, ümumiyyətcə xarici bazarda çalışmaq asandır. Xarici bazarda işə götürəndə daha çox sənin soft skillləri və fikir verirlər. Bizdə isə hard skilllərə önəm verirlər. Soft skilllər bildiyimiz qədərilə sən nə cür insansan, sənin stressə dözümlüyün, həyat situasiyaların, bəli, orada yəni mən bir neçə dənə xarici bazarın intervyusunda olmuşam və açığı deyim, orada texniki suallar bizim bazara nisbətən az olur. Daha çox soruşurlar ki, belə bir situasiyanız olsa, nə edərdiniz? Qarşısına necə çıxardınız? Yəni daha çox önəm sənin insanlığına və insanlıq xüsusiyyətlərinə verilir. Amma 100% ki, daha çox belə deyim də technical mərhələdə məncə sıxarlar. Çünki Texnikal mərhələlərdə daha çox yəni sonuncu intervyularda və çox son bir 3-4 ildə bu çox populyarlaşıb, sənə technical task verirlər. Technical task veriləndə sənin onun eləməsinə baxırlar və ona əsasən suallar verir. Amma daha çox soft skilllərə önəm verir. Amma SNQ ölkələrində səni işə götürəndə, yəni rus dilli bazarda belə deyək, SNQ ölkəsi demək, ümumiyyətcə rus dilli bazarda, orada da texnikal skilllərə daha çox önəm verirlər. Bizim bazardakı kimi bildiyim qədərilə. Orada məncə elə sözünüzü böldüm. Orada elə birinci mərhələ, bir mərhələ olur. Bir mərhələdə elə sənə texniki suallar verilir. HR-da. Bəli, HR heç də 15 dəqiqəlik skrininq həmişə məncə lüboy şirkətdə 15 dəqiqəlik skrininq olur və bir mərhələ olur. O mərhələdə sənlə müzakirə eləyirlər ki, texniki olaraq sən nə bilirsən. İntervyu da çətin olsa, iş o qədər çətin deyil. Yəni çətindir, amma intervyu qədər yox. Load yəqin ki azdır. Yəni o qədər intervyuya nisbətən azdır, bəli. Şey olub sizdə, məsəl üçün məndə bir dəfəsində belə olmuşdu ki, mənə bir psixologik bir test atmışlardı. Yəni sadəcə psixoloji bir test. Bəli, xarici bazarda olmuşdu. Mən bir dəfə görmüşdüm elə bir şey. Yox, məndə 4 dəfə olmuşdu. Mən vaxtı ikən relocation almışam və Polşada çalışmışam İPAM şirkətində. Ora işə götürəndə və digər Avropa şirkətlərində işə görəndə məndə psychological test atılmışdır. Mənim nə psixoloji tipim bilinmişdir, işdə necə işləyəcəm və hansı pozisiyalar mənə daha uyğundur. Əslində qalsa çox gözəl bir testdir, mən sizə deyim. Yəni insanların nisbətən tanımağa kömək edir. Nisbətən. Amma orada çox gecə kamuflaj olmaq olar. Bəli. O da konfliktlər çox olur. Belə mənim təcrübəmdə isə düzdür, mənim remote işlərim var. Relocation almışam, ancaq getməmişəm. Hara? Rusiyaya. Yaxşı, siz ki getməmisiniz. Getməyə dəyməz. Əslində o bir dəfə də İsraildə almışdım. Hələ o vaxtlar karyera təzə başladığım vaxtlardı. Amma ona çox nahaq getmədim. Və İsrailə çox nahaq. Yox, onda da elə İsrailin biraz pis vaxtı idi. Okay. Mənim bəxtimdən 2 dəfə oldu belə bir relocation. Məsələn, ikisi də belə qəribə bir yerə.
Qəribə deyildi, yaxşı idi, amma yəni indi üçün və o vaxt üçün yaxşı deyildi. Müəyyən problemlər vardı, siyasi və sair. Ona görə riskə getmədim, dedim niyə də, yəni burdakı təklifə dəyərləndirdim. Amma mənim yadıma gəlir, onlarda olanda, yəni o tip intervyularda, hansı ki relocation falan olan intervyularda daha çox məndən hard skilllər soruşmuşlar. Hətta bir dəfəsində, onlardan birində məni deməli 4 nəfər idi technical intervyuda 4 nəfər idi və bayağı bir yormuşdular. Amma bir şey deyim ki, etiraf etmək lazımdır ki, lokaldakılar qədər yormamışdılar. Lazımsız suallara girməmişdilər. Hansı ki, skopdan kənara çıxmamışdılar. Yəni nədirsə odur. İntervyuda gəlməmişdən qabaq təbii ki, orada belə deyim də vakansiyanın tələbləri olur da, vakansiya tələblərindən kənara çıxmamışdılar. O qəşəng bir şeydir. Və mənə məsəl üçün belə deyim də atdıqları offerdə də mənim növbəti 1 il ərzində olan bütün roadmap-imi yazmışdılar. Nə edəcəm, məndən gözləntilərlə nədir, hansı belə deyim də faizlə o belə deyim automation neçə faiz görməliyəm, birinci rübdə, ikinci rübdə, üçüncü rübdə, belə və hətta maaş artımına qədər, bonuslarına qədər hər bir şey yazmışlar. Çox detallı. Yəni mən artıq bilirdim ki, vəsyoda mən bura gedəcəm, bu performans qarşılığında bunu alacağam, bunu eləyə biləcəm və s. və s. Amma bizdə heç elə deyil. Mən heç bir yerdə görməmişəm ki, lokalda bonusu konkret artıq kağız üzərində desinlər ki, sən bu qədər bonus alacaqsan, belə eləyəcəksən. Bu heç bir yerdə görməmişəm. Ümumiyyətcə xarici bazarın üstünlük deməyin də. Yəni orada sən sual verəndə ki, siz məni hansı vakansiya işə götürürsüz və məndən gözləntiləriniz nədir sualına çox konkret cavab verir ki, səndən gözləntilərimiz budur, budur və budur. Yəni sən bu skopdan kənara çıxmısan, amma biz səni işə götürürsə sənin məqsədlərin budur, budur və budur. Bizdə biraz çətinlik var o suala cavab verək. Çünki universal götürürlər, full stack kimi və biraz öhdəlikləri də axıra ta ki işə girmədin, ta ki prosesə başlamadın, full öhdəlikləri başa düşmək biraz çətindir. Çox çətindir. Həqiqətən düşünürsən ki, belə olacaq, amma gəlirsən görsən biraz daha orada iceberg'in görməyən tərəfləri çıxır və s. Və bunları düşünürsən ki, bunlar sadəcə challenge-lardır. Mən bunları qəbul eləyim, daha da inkişaf eləyim. Düzdür, yaxşıdır. İnkişaf üçün möhtəşəmdir. Yaxşıdır, ancaq bəzən olur ki, artıq work-life balance düz getmir. Çünki öhdəliklərin daha da çoxalır. Sən amma aldığın belə deyim qarşılıq az olanda istərsən biraz demotivasiya ola bilərsən və s. və s. Bu tip hallar baş verə bilər. Və bu hətta gətirib çıxardar ki, sən sahədən soyuyarsan. O da ola bilər. Olur. Məncə IT-də çalışan hər bir insanda, yəni məncə hər ildə bir dəfə sahədən soyunmaq, sahəni tərk etmək və həyata yorulmaq və həyatı sıfırdan gedib hansısa kənddə qurmaq. Kənddə qurmaq, kənddə ferma açmaq. Məncə bu fikirlər hamının başına gəlir. Amma bunun qarşısı bəli siz düzgün deyir, məzuniyyətdir. Əslində qalsa belə dedim, xarici bazarda offer almaq üçün hal-hazırda nə lazımdır? İlk növbədə düzgün CV, hazırlanmış CV. Təbii ki, ingilis dilində və hal-hazırda xarici bazarda CV-də ən çox önəm verirlər nəyə? Rəqəmlərə, numerik olaraq siz nə etmisiniz? Hansı şirkətə mən nə qatmışam? Bəli, mən nə qatmışam, neçə faiz test кейsləri avtomatlaşdırmışam, nə etmişəm. Amma bunu faiz dərəcəsində və rəqəmlər şəklində göstərmək. Yəni, demək ki, bəli, mən çox yaxşı insanam və bunu etmişəm, kifayət etmir. ATS sistemləri çox inkişaf etdiyinə görə belə CV çox yüksək keyfiyyətli olmalıdır. İkinci addım isə düzgün LinkedIn profil. Yəni düzgün, çox vaxtı fikir verirsən ümumiyyətcə, həm yerli, həm xarici bazarda insanların LinkedIn-ə başa düşürsən ki, bəzi insanlar tam anlamır LinkedIn-in məqsədi nədir. Yəni kimsə orada şəxsi həyatını paylaşır, kimsə düzgün description yazmır, düzgün pozisiya, özünü düzgün ifadə edə bilmir ki, mən kiməm və sizin şirkətinizə nə xeyir gətirə bilirəm. Bəli, çünki xaricilər hətta sizin CV-niz uğurlu şəkildə keçsə, LinkedIn-izə göz getirilir, yəni baxılır və deyirlər ki, yox da, yəni burada nəsə nitodur. Yəni düzgün negativ şeylər çox olsa, təbii ki, adam şübhələnir sırası ki, yəni nəsə ola bilər. Bəli, düzgün LinkedIn və ondan sonra başlayır HR screening.
çox vaxtı 70% hal-hazırda technical task, nəinki bizim bazarda Düzdür, verilmir, amma test Düzdür. tasklar çox verilir xarici bazarda və ondan sonra first part interview, technical interview və əgər hər şey uğurlu gedirlərsə, siz komanda ilə görüşürsüz, interview edirsiniz və gözlənilən offer əldə edirsiniz. Bizdə isə həmişəki kimi CV, düzgün şəkildə qurulmuş CV, HR screening 15 dəqiqə və səni sразу dəvət eləyirlər technical interview. Hətta bəzi şirkətlər var ki, HR screening belə etmirlər, səni direct salırlar interviewya. Yəni yerli bazarda bununla qarşılaşmışam. Və ondan sonra da, yəni bizdə offer almaq xarici bazarda nisbətən tezdir. Daha rahatdır. Bəli, daha rahatdır və tezdir. Vaxtı, yəni siz intervyuya girirsiniz, 2 həftədən sonra offer ala bilərsiniz. Xaricilərdə vaxt olub ki, mən 3 aya offer almışam. Əslində onun səbəbi ona görədir ki, onlar istəsini tanımır. Məsələn, lokalda olanlar bazar bir-birini tanıyır demək olar. Məsələn, mən gedirəm intervyuya, orada intervyu ilə məni tanıyır, müəyyən qədər və yaxud hardansa əlaqələr var, soruşur, eləyir və s. Qərar verə bilir daha tez. Bəli. Amma qlobalda olanda o məni tanımır, mənim bir tanışım tanımır və s. və istər-istəməz deyir ki, biraz gözləsin, başqa namizədlər var və onlarda bir baxaq, bəlkə daha yaxşıdır belə. Əslində onlar da normaldır. Yəni başa düşürəm, tələsməməlidirlər. Çünki heç bir əlaqən yoxdur. Nəinki heç bir əlaqən yoxdur. Məsəl üçün belə deyim də, biz intervyu eləyəndə, biz bir şəxsi götürəndə işə, yəni bayağı bir gedirik, soruşuruq, harda işləyib, necə eləyib, oradan bir adam tapmağa çalışırıq ki, maraqlanır. Çünki çox yaxşı sata bilənlər də var, amma yaxşı bacarıqları yoxdur və s. yoxdur. Yaxşı aldada bilirlər də onlar. Onlardan biraz belə deyim də, qaçmaq üçün rahat. Çünki fikirləşsən ki, gələcək həmin adam ona işi öyrədəcəksən və s. eləyəcəksən. Biraz da indi tərəfdən yanaşaq. Rekruterlər mi desəm, işə götürən tərəfdən yanaşaq da. Onlar da müəyyən qədər başa düşmək olar. Ki, gələcək, işi öyrənəcək, vaxt gedəcək, sonra bir şey olan kimi çıxıb gedəcək və s. Bu tipli insanlardan biraz qaçmağa çalışırlar. Əslində müəyyən qədər başa düşürəm. Mənə görə hər zaman qarşılığı olmalıdır. Həm dəyər işə götürən tərəfdən verilməlidir, həm də belə deyim də iş görən tərəfdən verilməlidir. Nə vaxt ki bunlar bərabər olsa, gözləntilər üst-üstə düşsə, o bərabərlik davam edər. Amma yox, bərabər olmasa, biri aşağı, yuxarı olsa, 100% ki, o qırılma nöqtəsinə gəlib çatır. Hə, lokal bazarın üstünlükləri odur ki, bununla sizdən tamamilə razı olacağam Vüqar bəy. Bizdə bazar kiçikdir deyə demək olar ki, hamını tanıyır. Artıq hamı bilir ki, kimin gözəl reklamı var, kimisə doğrudan da gözəl spesialisti, işin ustasıdır və əfsuslar olsun ki, gözəl işin ustasının həmişə reklamı aşağı olur. Aşağı olur. Çünki onların reklama ehtiyacı olmur. Bəli, reklama ehtiyacı olmur, onlar recommendationdan gəlirlər. Və çox vaxt, yəni bazar hər dəfə biz dərs deyəndə uşaqlara deyirik ki, çalışın bazarda yaxşı ad edin. Çünki bazar kiçikdir. Tez yayılacaq ki, yəni bu yaxşı spesialistdir ya yaxşı bir işin ustası deyil. Əslində qalsa, podkastın sonunda demək istəyirəm ki, IT sahəsi çox gözəl bir sahədir. Çünki burada nə yaş limiti var, nə təcrübə limiti, nə diplom limiti. Bəli, istədiyiniz yaşda, istədiyiniz təcrübə ilə bu sahəyə başlaya bilərsiniz. Sadəcə yanınızda düzgün support, düzgün mentor olmalıdır və qorxularınızı belə deyim aşaraq istədiyiniz yerə irələməlisiniz. Yəni QA sahəsi isə mənə görə IT-in girişi üçün çox gözəl bir sahədir. Çox altından keçə bilərlər. Dərin sahə olsa belə çox maraqlıdır və başlanğıc üçün isə gələcəkdə bu sahədə nə qədər gözəl inkişaf elədirsə, digər sahələrə rahat şəkildə keçid edə bilərsinizmi? Çox haqlısınız deyirəm. Bəli, təşəkkür edirəm Vüqar bəy.